Bugün Azərbaycan Yazıçılar Birliyində Türk Dünya kitabının 9-cu kitabını Dünya kitabını təqdim. Bugün hoşdur ki, məni sevənlər, şair yazarlar, elm adamları, incəsənət adamları, qazilərimizin inanlarından, şəhid anaları bugün mənim yanımda olduqlarına görə hər birinə çox təşəkkür edirəm. Bu qənimlərimiz, musiqişünaslar, hər birinin qeyrətini qəbul etdiyinə görə öncədən hər birine təşəkkür edirəm. Mən həmişə tədbirlərdə olsun, üzrünün ictimai hörmətləri bizə həqiqətən də böyük bir var olsun Türk dünyamız, gecemiz, Azərbaycan dünyamız var.